Mən aşığam ataşa, dorğa barğım qataşa. Xiyalım aşanda, vallah inanmaram ataşa. Ermənilərin o uşaqlarını başlayırlar, böyüdürlər, tərbiyə eləyirlər ki, sizin düşməniniz türkdür. Amma biz bunu eləməmişik onlara qarşı. Bizi öyrətmişdilər, biz Sovet tarixini öyrənirdik. Azərbaycan tarixini biz öyrənməmişik. Ermənilərin özləri törətdi Sumqayıt hadisələrində, sonra yıxdılar Azərbaycanlıların üstünə. Burada olan elə Azərbaycanlı bizim, elə hərbiçi demirəm, elə o polis, nə biləm, elə onlar da o Sovet qayda qanunu ilə hərəkət elədilər. Oradan başa alıb, oradan qovurdular, burada gələni burada incidirdilər. Yeraz deyirdilər. 88-ci ildə haradaydım mən Sovet ordusunun bir zabiti kimi Moskvada, Stavropolda, Kiyevdə, Ezamiyyətdə, Gürcüstanda, hər yerdə, burada Türkistanda. Çünki Bakenski okrugu bütün havanı qoruyurdu. Sizin qohum məqrəbələri sağ-salamat gələ bildilər mühadisələrdən sonra? Gələnləri də oldu, yolda irizdə itib batanları da oldu. Amma əksəriyyəti başını götürüb qaçdı gəldilər, əksəriyyət. Daha malını, heyvanını, hamısını töküb gəldilər. Evlərini qoydular, gəldilər burada erməni ilə 5 qəpik ciblərində varsa ermənidən onu pulla aldılar, burada başlarını soxdular, yaşamağa başladılar. Nə dövlətdən bir kömək görüldü, nə də özlərində elə bir imkanları yox idi. Mənim atam ermənilərin öz əllərindən aldığı silahı özlərinə qarşı işlədib. Nə vaxt olub bu hadisələr? Bu hadisələr olub bu 30-cu illərdən də. 30-cu illərdə. Elə buna görə də qaçaq düşüb. Sovet hökuməti vaxtında, Sovet vaxtında qaçaq olan Sovetin düşməni idi da. Onu ermənilərin əli ilə ölüm cəzası kəsiblər. Sonra çevirib veriblər onu Sibirə sürgün, türmə. Gedib Sibirdə türməsini qutarandan sonra gəlib kənddə təzədən başlayıb ailə qurmaq. Yəni yaxşı, onun oğlunu hərbiçi qoydular. O vaxtda elə adamlar uşaqlarını hərbə qoymurlar. Brejnevin vaxtında bəzi maneələri götürmüşdülər. Təyinatla getdim hərbiyə. Sonra getdim Leningradda akademiyanı qutardım. Onda Leningrad, onu Sankt-Peterburgda öldü. Gəldim, ayrıca zvanya almaq, должностda qoymaq üçün gərək Komünist Partiyasının üzvü olasan. Mən üzvü olmurdum, olmamışdım da. Soruşanda ki, niyə sən Komünist Partiyasının üzvü deyilsən, deyirdim, mənim atam birinci növbədə bu Sovet hökumətinin düşməni olub, birinci düşməni olub. Mən mümkün olan şey deyil. Burada politadel deyirdilər, o böyüklər, o general çağırdı, mən dedi, abala, sən əgər partiya keçməsən, bu hərbidə sən heç bir xeyir görməyəcəksən. Sənə vəzifə verilməyəcək, sənə rütbə verilməyəcək. Əgər girmisənsə hərbiyə, bunlar sənə lazımdır. Keç partiyaya. Elə onlar özləri də keçirdilər məni burada partiyaya, xətə onda çətin idi partiya keçmək, o başqa mülki şəxslər üçün. Keçirdim. O 90-cı illərdə də gözlərinin qabağında, elə həmən o generalın gözünün qabağında elə birinci cırıb atan mən oldum. Dedim, bu da sizin partiyanız. Arzumuz nədir bizim? Arzumuz ata-ana torpağına, ata torpağına qayıtmaq. Gedib atamın heç olmasa qəbrini orada ziyarət eləyərdim. O bizim birinci arzumuz odur bizim. Mən sizi inandırım, dövlət orada yaxşı tikinti, evlər tikməsə də, imkan olsa, burası o cəmaata müdafiəsi, onlara garantiya, təhlükəsizliyinə zəmanət verilsə, hamı gedər. Bir nəfər burada qalmaz.
O bizim millətin, xalqın o arzusudur. O torpaqlara qayıtmaq. Mən aşığam dərdəydi, dərman əydi, dərdəydi. Getdim Loğman yanına, bana dedi dərdəydi. 1988-ci ildən sonra 90-cı illər ərəfəsinə qədər mən 90-cı illərin sonuna, hətta 91-in yanvar ayına qədər Rus ordusunda Almaniyada xidmət etmişəm. Həmin vaxt mən öz raportum əsasında ordudan, xidmətdən çıxaraq, Rus ordusundan imtina edərək Azərbaycan ordusuna qayıtdım və könüllü döyüşlərə qatıldım. Həmin vaxt mənfur ermənilər bütün Qərb Azərbaycanda olan Azərbaycanlıları öz ata-baba yurtlarından məcburən qovaraq kimsəni öldürmüş, heç kəsin varının, dövlətini gətirməsinə imkan verməmiş, baş açıq, əli yalın insanlar məcburiyyət qarşısında öz ata-baba yurtlarını tərk etmişdilər. Həmin 88-ci ildə Qərb Azərbaycandan deportasiya olunmuş Qərb Azərbaycan sakinləri, onların içərisində, onların övladlarından mənim kimi həm hərbi xidmətdə olanlar, həm ali məktəblərdə təhsil almaq üçün Bakıya yön almış şəxslər çox olub. Bunları nəzərə alanda, başqa şəhərlərdə bunları nəzərə alanda demək olar ki, bəlkə yarım milyondan çox Qərb Azərbaycandan şəxslər məcburən deportasiya olunmuşdur. Ayrı-ayrı keçmiş SSR-nin ayrı-ayrı şəhərlərində təhsil alan tələbələrin pərakəndə SSR-nin ərazisinə səpələnməsi, bu da ona dəlalət edir ki, bəli, 500 mindən çox Qərb Azərbaycandan Qərb Azərbaycanlılar deportasiya olunublar. Hər birimiz çox istəklə istəyirik ki, öz ata-baba yurtlarımızda qoyub gəldiyimiz dədə-babamızın qəbirlərini ziyarət etmək, hətta həmin Zəngəzur bölgəsində, Basar keçərində, Göyçə mahalında, Ved basarında qayıdaraq biz öz dədə-baba yurtlarımızda yaşamaq hüquqlarımızın bərpa olunmasını tələb etməliyik. 1988-ci ildə Azadlıq meydanı nümayiş idi. Getdim nümayişə, bir də gördüm xəbər gəldi ki, bəs rayonda cəmaatı qırırlar. Mən də heç özümə şübhə vardım ki, elə şey olmaz axı, nətər cəmaatı qırırlar. Nəysə buradan avtobus tutduq, getdik kəndə, getdilər, bizi buraxmadılar qafana. Necə Zəngilan, Mincivan cəmaatının adı gələndə maşından düşmürdü ermənilər. Amma mən Vağzala, dəmir yolu Vağzalına çatanda bizim üstümüzə töküldülər. Mən erməni dilini təmiz bildiyimə görə soruşdum ki, bu nə haqq hesabdır? Vağzalda. Nə haqq hesabdır verirlər? Bizdən pasport istədilər. Pasportun bazı Sumqayıtlı kimdir, Sumqayıtlı kimdir? Dedim, mən nə Sumqayıt nəsi? Dedi ki, bəs Sumqayıtlar öldü. Niyə? Sumqayıtda belə hadisə olub. Deyirəm, mən panika yaymayın, belə söhbət yoxdur. Nə, bizi doldurdular avtobusa. Paz avtobus vardı. Bizi doldurdular avtobusa, ermənin biri qayıtdı ki, apar bizdə Ayşə kilo var dağın üstündə, ağzında açar. Bəs apar ayının yanından bunları avtobusu aşır. Ermənicən dedi, mənlə gedən cəmaata dedim ki, bəs biz aparıb orada aşıracaqlar avtobusunu. Və bizə nümayəndə verir. Nəysə katib bizim Azərbaycanlıların tərəfini saxladığına görə dedim ki, bəs bizə adam versinlər. Nümayəndə verdilər, bizi apardılar kəndə. Allahın cəmaata yazığı gəlir. Hansı ki, bizdə oktyabr ayına da qar yağırdı. Dekabr ayın 5-də getdim mən rayona, qafana, getdim gördüm, toz qalxır göyə, sən asfalt maşınlar, bütün ermənilər tökülüb kəndə. Kimin imkanı varsa çıxıb, kimin imkanı yoxdur, orada ölüb qalıb orada. Nəysə gəldim, oradan biraz nə götürdüm, heç də getdim, anamı götürdüm. Bir də qayıtdım, anamı götürdüm, qayıdanda gəldim, qafan rayondan çıxmaq istəyəndə post qoyublar ermənilər. Baxdım ki, bunlar məni çağırdılar, saxla maşını, saxladım, düşdüm, nədir? Bura pasportumu veriblər. Bir Rus polkovniki, bir Rus mayoru. Mənə çağırdı ki, bura gördüm, 2 dənə blank var orada. Çoxlu blanklar var, ikisini qoydular mənim qabağına, buradan yaz.
Kübə yaz burdan. Dedim nə yazım? Qoy burada oxuyum mən blankı. Dedi yox, sənin oxumağa ehtiyac yoxdur. Ermənilərdə lazım olan sözləri özlərinə görə ermənicən deyil, belə ruscan danışırlar. Deyir yaz burada, mən filan kəsə filan İman Avəlastan pasportuma baxırlar. Mən katibdən xahiş edirəm, mənim ayağımda duz olduğuna görə və yaxud belimdə yol olduğuna görə mən Bakıya getmək istəyirəm. Dəniz üçün, dəniz istəyirəm. Orada sənin adın, familyanı yazdırırlar. Birdən ola bilər ki, bu cəmaət qayıdar da, deyək, biz günahkar deyilik. O nöqteyi nəzərdən cəmaatı elə yazdırırdılar, pasportunu alırdılar. Məndən bir həftə qabaq çıxan cəmaət, mənim qonşularım, baxdım ki, özləri ilə heyvanzad gətirir. Hamısının orada əllərini alırdılar, vermirdilər. Alırdılar, orada kəsdiyin kəsdi, kəsmədən götürürdülər. Nəysə, o ünvanla bir təhər özümüzü satdıq Zəngilana. Ondan sonra çıxdıq Şəli Bakı.